Zaten biz kurkumu yanlış anlamışıq, bunu həmişə deyirəm. Buradan başlayaq. Oxumur, səndən adam olmayacaq deyib göndərirdilər. Amma növbəti mərhələdə düşünürəm ki, burada kurkum da artıq müəllim sorğulayır ki, mən şagirdə necə öyrədə bilərəm? Müəllim qısaca desək, mətbəxin aşpazıdır. Dərsi keçəndir. Biz müəllim olaraq baxmalıyıq ki, şagird nəyi öyrənsə daha yaxşı olar. Biz ona necə dəstək göstərə bilərik. Sintetik bizim qiymətləndirməmizin obyektivliyinə çox böyük zərər vurur. Hər kəs deyir ki, müəllim dərsi fəal təlim metodlarını istifadə edərək keçməlidir. Tamam, keçməlidir, amma bunu necə seçməlidir? Məsələn, Rasim bəy, xoş gəlmisiniz. xoş gördük. Necəsiz? Yaxşıyam, siz necəsiz? Yaxşı olasınız. Təhsillə bağlı danışaq və təhsil də sizin sahənizdir. Bəli. Və istəyirik ki, bugün sizdən bu məşhur cahan kurikulundan danışaq, Rasim bəy. Biz bugün bu kurikulumu Türklər demiş masaya yatırırıq. Bir çevrəyə görə nə olan şeydir bu kurikulum, belə deyirlər. Əvvəlcə istəyərdim ki, sizi tanımayanlar üçün özünüz haqqınızda biraz məlumat verəsiniz. Mən Rasim Həsənzadə, Azərbaycan İqtisadi Akademiyasında çalışıram Keyfiyyət Təminatı Mərkəzində. Eyni zamanda Pedaqoji Universitetdə kurikulum dizaynı dərslərini tədris edirəm və Qazi Universitetində hökumətlərarası təhqiqat proqramı çərçivəsində doktorantura təhsil alıram kurikulum və tədris ixtisası üzrə. Bu qədər. Bu qədər. Amma ixtisasca deməyim. Bakalavriat müəllimlik, sonra metodika deyəsən, sonra da kurikulum. Tamamilə belə professional və etik haqqınız var bu mövzuda. Biraz elədir. Rahat bir şəkildə fikir yürütməyə belə deyək. Rasim bəy, ilk olaraq ən primitiv, sadə bir sualdan başlayaq. Nədir kurikulum? Kurikuluma baxdığımızda təhsilin məqsədlərini, məzmunu, müəllim dərsdə hansı dərsi, hansı metodla keçəcək onu göstərən və eyni zamanda qiymətləndirməni necə aparan sistematik bir sənəddir, bir proqramdır. Zaten latınca sözün mənşəyi yoldur, aparan yol. Buradan gəlir söz latınca. Azərbaycan terminologiyasına belə deyim, Azərbaycan dilinə 90-cı illərdə keçib kurikulum sözü. Bundan əvvəl belə ehtimal proqram sözünə davam edib, sonra kurikulum sözü daxil olub izah lüğətimizə. Və hazırda kurikulum, yəni qısaca desək, kurikulum bir təhsil proqramıdır, bir proqramdır. Bəlkə də səhv orada eləmişik. Gərək bu adı belə tərcümə eləməzsə, proqram qalardı. Deyərdi ki, proqramda yeniliklər var. Çünki insanlar o sözə reaksiya verirlər, aqressiv sözün özünə reaksiya verirlər. Tanış olmayan bir şey elə bil ki, insan istəmir də belə yeniliyə də birdən-birə açıq ola bilmirsən. Bu təhsil proqramı, mən belə davam edəcəm. Bu bizim kurikulum təhsil proqramı haqqında bizə bir hardan istəyirəm məlumat verəsiniz. Nə vaxt başladı? Necə başladı? Niyə başladı? Gözəl sualdır. 1918-də Bobbitt var, Amerikan alimi. İlk dəfə bu sözü o işlədib kitabında. Səbəbkar oymuş. Hə, səbəbkar oymuş. 49-da da Tyler, Ralph Tyler deyə birisi var. Kurikulumun əsasları deyə bir kitab yazır və elmi olaraq kurikulum buradan başlayır. 49-cu ildən və kurikulumun için o göstərir ki, kurikulumun məqsədi olmalıdır, məzmunu olmalıdır, daha sonra qiymətləndirməni orada göstərməliyik və sonunda biz hədəflərə nə qədər çata bildik, bunu müzakirə etməliyik orada. 4 əsas sual qoyur ortaya və 4 əsas sualdan davam edir proses. Tyler'dan sonra 62-ci ildə Tauba yaradır. Hilda Tauba bir model yaradır, ortaya atır. Bundan sonra davam edir. 80-ci ilə qədər fərqli-fərqli modellər yaranır və 80-ci ildə Amerikada Schwab deyə bir alim var, kurikulum mütəxəssisi. Bu deyir ki, ənənəvi metodologiya biz kurikuluma daha fərqli baxmalıyıq əslində. Yəni məqsəd tamam sənədli olaraq qalır, amma biz bunu həqiqətən real edə bilirikmi? Biz ona bir politik sənəd olaraq baxa bilirikmi? Dini bir sənəd olaraq baxa bilirikmi? Fenomenoloji bir sənəd olaraq baxa bilirikmi? Bunları müqayisə edirlər. Azərbaycana 90-cı illərdə gəlir təbii ki biz və biz burada başlayanda çox geridə qalmışıq. Hardasa 100 il. Hələ də geridəyik. Hələ də geridəyik və zaten biz kurikulumu yanlış anlamışıq. Bunu həmişə deyirəm. Buradan başlayaq. İlk olaraq müəllim olaraq müəllimlər, valideynlər, məktəb direktorları, təhsil işçiləri, amma hər kəs kurikulumu fərqli anlayır. Müəllim dərsdə fəal təlim metodlarını istifadə edirsə, bunu kurikulum deyirlər. Yəni biz kurikulumu məsələn leksik normanı əslində pozuruq burada. Müəllim kurikulumdan dərs keçir deyirlər. Zaten keçməlidir. Kurikulum bir proqramdır, proqrama əsaslanır. 2008-ci ildə Azərbaycanda başlayıb zaten ixtisai təhsil səviyyəsində buradan başlayır. Müəllim zaten proqrama uyğun dərs keçməlidir. Burada onun öhdəliyi budur. Vəzifəsi bundan ibarətdir. Amma biz burada deyə bilmərik ki, müəllim kurikulumdan dərs keçir, keçmir. Filan kəs yaxşı müəllimdir, Əminət xanım yaxşı kurikulumdan dərs keçirir. Əslində yanlış anlayışdır. Biz kurikulumu başdan yanlış anlamışıq və indi də müəllimlərin buna düşmançılığı deyib buradan əmələ gəlir. Və 2008-ci ildə başlayan islahat, hansı ki 99-da başlayır proses, 2003-ə qədər birinci mərhələsi olur, proqramı hazırlayırlar, ilkin ehtiyacları analiz edirlər. Dünya Bankı sağ olsun bizə kredit ayırır 1 milyon, 2 milyona yaxın. Bundan sonra analizdən sonra 2003-2007-ci illərdə artıq pilot layihələrə başlayırlar, proqramları yaradırlar və daha sonra 2007-dən 2008-ci ildən daha doğrusu iptidai sinifdə proqram tətbiq olunmağa başlayır.
Və 2018-ə qədər 11-ci sinifə qədər davam edir bu proses. Burada müəllimlər ilkin başlanğıcda bizə kurikulum çox lazımdır. Bunlardan ilkin ehtiyac analizi götürülən zaman deyirlər ki, kurikulum bizə çox lazımdır, biz bunu etməliyik. Artıq şagirdlər özləri düşünməlidir. Biz bunlara bələdçi olmalıyıq sadəcə. Bundan əvvəlki ənənəvi təhsil sistemində müəllim subyekt idisə, şagird obyekt idisə, burada əksinə çevrilir artıq. Şagird subyekt olur, müəllim sadəcə ona bələdçilik edir. Və sonda düşünür ki, mən şagirddən nə qədər öyrədə bildim. Bundan əvvəl isə daha çox mövzuya əsaslanırdı. Fənn əsaslı kurikulum dizaynı deyirlər buna, kurikulum yanaşmalarında. Müəllim dərs başda gəlir, keçir, şagirdlərin fərqli ehtiyaclarını nəzərə almır. Baxmır şəxsiyyət yönümlüdürmü və ya nə bilim bir şagird qulaq asaraq daha yaxşı öyrənir, digər şagird yazaraq və ya oxuyaraq və ya nə bilim toxunaraq fərqli intellekt nəzəriyyələrinə gəlib çıxır əslində bu. Burdan əvvəl öncə baxılmırdı buna. Gəlib dərsini keçir və oxumur, səndən adam olmayacaq deyib göndərirdilər. Amma növbəti mərhələdə düşünürəm ki, burada kurikulumda artıq müəllim sorğulayır ki, mən şagirdə necə öyrədə bilərəm? Özünü sorğulamalıdır ki, bu şagird niyə dərsini mənim oxumur? Niyə daha yaxşı öyrənmir? Nədə problem var? Mən harda yanlış etdim? Məsələn, gözəl bir case var idi. Bir şagird var. Bir müəllim ingilis dili dərsi keçir. Şagird öyrənmir ingilis dilini, çox zəifdir. Müəllim də deyir ki, mən sənə qiymət yazmalıyam. Sən mənə hər hansı bir bacarığını göstər, sənə qiymət yazım. Məsələn. Şagird də düşünür, ondan yoldaşları deyir ki, müəllim o qəşəng təyyarə düzəldir kağızdan. Qəşəng təyyarəni düzəldir. Müəllim də deyir ki, əgər mən də təyyarə düzəldirəm, sənin təyyarən mənim təyyarəm keçsə, mən sənə yüksək qiymət yazacağam. Və yarışırlar. Və şagirdin təyyarəsi bunu keçir. Müəllim deyir ki, əla, sənə 5. Və ona deyir ki, sən get mühəndisliyə yönəl. Ola bilər sən ingilis dilini yaxşı bilmirsən, amma mühəndislik sahəsində daha yaxşı inkişaf edə bilərsən. Deməli, sənin bu sahədə biliklərin var, özünü bu sahəyə yönəl. Humanitar sahədən daha çox texnik sahəyə get. Deməli, biz araşdırmalıyıq ki, şagird dərsdə nə öyrənir, bunun maraqları nələrdir, biz buna nə qədər öyrədə bilərik, hardan getsək ona bir yol tapa bilərik ki, qısa deyək qəlbinə, yoxsa qısaca səndən adam olmayacaq deyib şagirdin motivasiyasını öldürməkdənsə, biz müəllim olaraq baxmalıyıq ki, şagird nəyi öyrənsə daha yaxşı olar. Biz ona necə dəstək göstərə bilərik. Bunu yoxlamalıyıq. Keçən dəfə qonaqlarımızdan biri belə bir söz demişdi, sizin dediyinizə qüvvət. Əvvəllər belə təhsildə geniş yayılıb, hər kəs də bilir, uşaq ağ vərəqdir, belə bir ifadəsi var idi. İndi uşaq bir məşəldir, sanki onu yandırmalısın, o öz yolunu tapacaq kimisindən yanaşırlar deyəsən və mənə də məntiqli gəlir. Bayaq dediniz ki, müəllimlərlə ilkin ehtiyac analizi aparılıb. Bu araşdırma hissəsinə bağlı bir sualım var sizdən. Mən elə bilirəm ki, biz burada vərəq üzərində bizə araşdırmada nəsə veriləndə biz həm ön yarğılıyıq. Həm də biz millət olaraq bəzi daha onların mənə verilən suallar daha belə qarşı tərəfə daha uyğun, daha xoşa gələcək cavab verim mənasında cavab verir elə bilirəm ki. Çünki hansı müəllimlər arasında aparılmışdı bu ehtiyac analizi və nəyə görə bu qədər müəllim düşünürdüsə ki, buna ehtiyac var, niyə bu qədər müəllim buna müqavimət göstərdi kimisindən düşünürəm bəzən də. Onlar o vərəq veriləndə onlara oxuduqları zaman onlara məntiqli gəlib, sonradan kurikulum proqram gələndə onları başa düşmədiyinə görə bura müqavimət göstəriblər. Bu mənə çox maraqlı gəlir. Çox yaxşı sualdır. 2008-ə qədər pilot layihə olaraq bəzi məktəblərdə tətbiq edilib kurikulum. Təbii ki, kurikulumda başlayanda bunun məqsədimizi bəlirləmək üçün məqsədimiz bilməliyik nədir, fəlsəfəmiz nədir, hansı fəlsəfədən gedəcəyik, fərqli təhsil fəlsəfəsi seçiriksə əgər, burada məzmunumuz bu olacaq, fəal təlim metodlarımız deyək, bunlar olacaq və s. Bunu zaten fəlsəfə bizə deyir. Praqmatik seçiriksə daha çox biliklərə əsaslanırıq və ya nə bilim rekonstruktiv seçiriksə problemin həllinə əsaslanırıq. Bunları oradan müəyyənləşdirməyə çalışmalıyıq. 2008-ci ildən əvvəl Nazirlik zaten bundan məşğul olub. İndi bu prosesdə müəllimlərin nə qədər prosesin içinə girib? Müəllim qısaca desək, mətbəxin aşpazıdır. Dərsi keçəndir. Bağlı qapılar arxasında 400 min müəllim dərsini keçir, Nazirlik bunu bilmir. Təbii ki. 400 min müəllimə nəzarət edə bilməz. Təbii ki, nəzarət etməməli dərsində dəstək olmalıdır. Bu ayrı bir proses sualdır. İndi bundan əvvəl məsələn kitabları yazanda bizim kitablarda biz dırnaqarası desək ənənəvi təhsil sistemi ilə təhsil almışıq. Bizim kitabları yazanlar daha çox akademiklər idi. Xatırlayırsınızsa. Tarix üzrə akademik, filologiya üzrə akademik, indi də yaşayırlar zaten. Bu şəxslər idi. Amma bu şəxslər məktəbə tədris aparırmı? Xeyr. Hər bir universitetdə çalışır, elmlər akademiyasında çalışır. Buradan nümunə gətirsək, məsələn, bu dərsi müəllim hazırladı. Bir dərslik oldu. Bunu o müəllim təfəkkürlə düşünürmü ki, müəllim bunu 45 dəqiqə içində bu metodu seçsə, bunu tədris edə bilərmi? Yetişərmi 45 dəqiqəyə? Burada müəllim jurnal yazacaq, tələbələrin kim gəlib gəlməməsini yoxlayacaq.
Sonra nə bilim onu doldurur, bu sənədi doldurur, 15 dəqiqəsi bura getdi, 30 dəqiqə içində dərs keçməlidir, qiymət yazmalıdır və s. Müəllimin üstünə yüklüyürük bütün sənədləri. Başla dərsi də qəşəng keç, kurikulum standartlarına cavab verən dərs keç, amma müəllim bunu yetişə bilirmi bilmirəm. Sual altındadır. Təbii ki, yetişmir. Bu 2008-ci ildə müəllimlər hamısı 80% səhvləmirsə deyir ki, bir araşdırma var. Biz kurikulumu çox istəyirik, olsun. Kurikulum maraqlıdır, şagirdlərin fikirlərini nəzərə almalıyıq, şagird yönümlülüyü çox maraqlıdır, nəticə yönümlülüyü, təlim nəticələrinin olması bizi həyəcanlandırır və s. 2013-cü ildə proqram tərtib olunur, tətbiq edilir, üstündən 5 il artıq keçir. 5 ilin sonunda 20% müəllim deyir ki, mən xoşbəxtəm bunu tətbiq edəndə. Deməli, biz burada 5 il içində çox böyük yanlışlara yol vermişik. Bu yanlışlar nə ola bilər? Müəllimin prosesinin içinə daxil etməmişik və ya böyük ehtimal Bakı məktəblərində pilot layihələr olub, amma rayon məktəblərində çox olmayıb. Təbii ki, Bakıdan ibarət deyil. Bunu baxmalıyıq. Bakıda tamam yaxşı ola bilər. Rayon məktəblərində necədir, ucqar rayonlarda necədir? 2008-də təbii ki, internet o qədər yox idi, o qədər psixologiya yox idi, şəhərdəki, rayondakının xəbəri yox idi. Buna baxılmadı. Müəllimlər dərsə başlayanda köhnə metodlarla yeni dərslər keçməyə çalışırdılar yenə. Müəllim prosesi bilmir, yüklülüklər üstündə sən kurikulumu bunu belə keçməlisən. Onlar xatırlayıram, müəllimlərimiz həmişə həyəcanlanırdı ki, necə olacaq, bilmirik, çətin gəlir. Bundan əvvəl biz öyrənmişik, şagird gəl dərsi danış, fonetika nədir, sait nədir, samit nədir? Bunu da indi müəllim deyir ki, orada məzmun yoxdur. Ancaq sual verir. Həyatda bunu necə tətbiq edə bilərsən? Praktik olur, inteqrativ olur, buna yönəlir. Zaten indi ona yönəlməlidir. 20-ci əsr bacarıqlarının inkişaf ediriksə proqramda biz baxmalıyıq ki, tənqid təfəkkürünü inkişaf etdirirmi və ya nə bilim yaradıcı düşünməsini inkişaf etdirirmi, problem həll etməni inkişaf etdirirmi? Bunları yoxlamalıyıq. Baxın, yeni proqram bunlara əsaslanmalıdır əslində. Amma bundan öncə müəllim dərsə danışdırır. Bilmirsən 2, yaxşı danışdın 5, otur. Daha soruşmur ki, sən bunu nə bilim Pifaqor terimini həyatda harda tətbiq edə bilərsən. Məsələn, bir nümunə var, PISA testlərində Pifaqor terimi ilə bağlı bir sual düşüb. Biz bunu ancaq uçbucaqda görmüşük. Pifaqor terimində deyir ki, evdir, evə bir nərdivan qoyuruq divara. Bunun 90 dərəcə olur məsələn. A-nı verir, B-ni verir, aşağını deyir tap. Neçə metrdir nərdivandan divar arasındakı məsafə? Bizim şagirdlərin çox onu tapa bilmir məsələn. Nəyə görə? Çünki bunu real həyat tətbiqini düşünməyiblər. Çox maraqlı. Bizim riyaziyyat dərslərimizdə biz müəllimə sual verirdik. Bəs müəllim, bu bizə həyatda nəyə lazımdır? Nə bilim, trigonometriya mən də həmişə sual verdim. Trigonometriya mənim həyatımın hansı hissəsində mənə lazım olacaq? Halbuki üçbucaqların dərəcələrini ölçmək üçün, bucaqların dərəcələrini ölçmək üçün lazım imiş. Düzdür, riyaziyyat proqramı yaxşı olmuyor. Biz o vaxt ona ilə baxırdıq, amma bunu real həyatda tətbiq edə bilirikmi? Bunu müzakirə etməliyik. Bu hər hansı bir problemin həllinə yönəlibmi? Müəllim bunu dərsdə müzakirə etməlidir. İndi qısaca müəllimləri başlayanda biz prosesin içinə salmadıq deyə biraz uzaqlaşdıq və o uzaqlaşma ta 2008-də başlayıb, indi 2026, 18 ildə davam eləyir. Müəyyən müddət sonra artıq Təhsil İnstitutu sağ olsun, dərslərdə, fən proqramlarının yazılmasına müəllimlər prosesə daxil edir. Amma uçurumu bərpa edirmi? Xeyr. Gənc müəllimlər gəlir, qoca müəllimlər, yaşlı müəllimlər buna qarşı mübarizə aparır. Həmişə deyirdim, müxalifət deyir ki, iqtidar getsin. Bizim müəllimlər də hər dəfə deyir ki, kurikulum getməlidir, bizim təhsil sistemimizi korladı. Əslində bu kurikulum getsə, digər kurikulum gələcək, fərqi yoxdur. Bu bir proqramdır. Eyni şeydir məzmun olaraq. Amma fəal təlim metodlarını dərs keçməliyimi? Bəli. Əslində bunu keçərkən müəllim özünə yük artırır. Məsələn, Azərbaycan dilində və ingilis dilində hansı bir dərs keçirik, buna hazırlıq etməliyik. Öncə vərəq düzəltməlisən, nə bilim, problem qoymalısan dərsin başlanğıcında motivasiyalarını artırmaq üçün şagirdlərin. Bunlara bir-bir baxarsaq, müəllim özünə yük artırmış olur. Əvvəlcədən oturub hazırlaşmalıdır, hazırlıq etməlidir, gəlib bunu dərsdə danışmalıdır. Əvvəl necə idi? Müəllim jurnalı yazdı, çıxardır Rasimi qarşıya. Rasim, gəl fonetika nədir danış və ya şeiri əzbər danış. Qutardı. Hər kəs Azərbaycanda şeir əzbərləyir, baxsaz. Hər kəs şeir yazır, şeir əzbərləyir. Amma biz bunu həyatımızın hansısa tətbiq edəcəyik heç bir yerdə. Buna baxmaq lazımdır. Biz dərsi real həyatda tətbiq edə bilirikmi? Edərək və təcrübə keçirək öyrənməliyik. Bu həm şagirdə maraqlı olacaq, həm real həyatda sabah bunu tətbiq edə biləcək və ya beynəlxalq qiymətləndirmələrdə, məsələn, PISA-da nəticələrimiz çox zəifdir, bilirsiniz. 2006-da 60 ölkədən 54-cü səhv eləmirəmsə, 65 ölkədən. 2009-da axırdan ikinci yer olmuşuq. 65 ölkədən 64 ölkə idi, bir Qırğızıstanı keçmişik. Və bundan sonra nazirlik də biraz silkələndi ki, biz nəsə səhv edirik, artıq müəyyən şeylər dəyişmək lazımdır və bu da kurikulum əsaslandır ki, biz proqramımızı dəyişsək daha yaxşı olar əslində. Və 2009-dan sonra nazirlik bir 9 il ara verdi, PISA-ya qatılmadı. Bundan sonra 2018-də qatıldı. Yəni nəticələr müəyyən qədər yaxşı olsa da, amma yenə ürəkaçan deyil. Yenə də boşluqlarımız var. Əvvəllər riyaziyyatdan daha yaxşı idik. Kurikulum islahatı olduqdan sonra riyaziyyat nəticələrimiz də aşağı düşüb. Bu düşünürəm ki, məsələn, Sovet təhsilində riyaziyyata daha çox önəm verilməsi. Bizdə həmişə deyirlər, biz
integralı 11-ci ildə keçirik. Integralı Amerika universitetlərində məsələn ali məktəblərdə keçirlər, ali riyaziyyatda. Biz riyaziyyata daha çox önəm veririk. Hara getsən sənə riyaziyyatdan sual verirlər. 5-5-in, 5-15-in neçə eləyir məsələn. Həmin uşaq vaxt həmişə verilən suallardan biri idi. Daha çox önəm verirdik, daha çox öyrənirdik, amma biz onu real həyatda tətbiq edə bilmirik, buna baxmırdıq. Qısaca belə. O riyaziyyat sualları mənə də verirdilər. Heç vaxt cavab verə bilmirdim. Çünki riyaziyyatım çox pis idi, o yadıma düşdü. Rasim bəy, bəs indi biz nə edək? Hardayıq? Nə etməliyik ki, bu proses daha belə onsuz da öyrəşən öyrəşib, müəllimlərin bir hissəsi bir formada öyrəşib və çox qəşəng bir şəkildə tətbiq edir. Sizin baxışınızdan götürsək, bu prosesin daha belə yaxşı getməsi üçün, daha sürətli getməsi üçün, müəllimlərin belə mənimsəyə bilmələri üçün nə etməliyik? Hardayıq biz? Bu prosesin harasındayıq? Əslində Təhsil İnstitutu bilirsiniz, bu proqramlara Azərbaycan Respublikası Təhsil İnstitutu nəzarət edir, hazırlanmasına və tətbiqi, müəllimlərə metodik təlimlərin verilməsi və s. Təhsil İnstitutu müəllimləri cəlb etməyə çalışır. Baxsanız fərqli sahələr üzrə, nə bilim, riyaziyyat, ingilis dili, coğrafiya kurikulumların hazırlanmasında ki, biz 2013-ə qədər yeni kurikulumları hazırladıq, bitirdik. Yanılmıramsa 21 fənn üzrə idi. 21 fəndən sonra 2013-dən sonra bu proses dayandı. Ta 2022-yə 23-cü ilə qədər 2013-cü ildəki kurikulumları davam etdirdik. Onlara toxunmadıq. Heç bir dəyişiklik olmadan 12 il davam edib proses. 12 ildən sonra nazirlik artıq ayıldı ki, biz kurikulumları dəyişməliyik. Dövr dəyişib, biz əlindən 12 il keçib süni intellekt ortaya çıxır. Biz bu gün iqtisadiyyatımıza lazım olan rəqabətə davamlı bir vətəndaş yetişdirməliyik. Bunun üçün proqramlarda dəyişiklik etmək zəruridir. Və proqramlar dəyişilməyə başladı. Artıq yenilənmiş versiya yarandı. Bildiyim qədər Sinqapur, İsrail şirkətləri ilə müqavilələr imzalandı. Onlar müəyyən kurikulumları hazırladılar. Azərbaycan təbii ki, müəllimlərin dəstəyi ilə. Fərqli sahələrdə fərqli kurikulumlar hazırlandı. Bu təhsil proqramları da müəllimlər prosesə daxil olmağa çalışıldı. Müəllimləri daxil etməyə çalışdılar ki, işin içində olsunlar. Onların fikirlərini nəzərə alaq. Ehtiyacları nələrdir? Müəllim bir kurikulumu necə görmək istəyir? Təbii ki, bunun icraçısı dərsdə müəllimdir. Bayaq da dedim, müəllim qapalı qapılar arxasında dərsini necə keçir biz bilmirik. 400 min müəllimə nəzarət edə bilməz zaten nazirlik, o qədər qüvvəsi də yoxdur. Və bunun üçün müəllimlər prosesə qatıb, onları prosesin içində xoşbəxt etmək, dərsə gələndə, ürəklə gələndə, səhər duranda desin ki, bu gün kurikulumla dərs keçirəcəm məsələn üçün, müəllimlərin düşüncəsinə deyirəm kurikulumla dərs keçməyi, fonetikanı çox fəal təlim metodundan başlayacağam dərsə məsələn, həvəsli gəlsin. Yoxsa 45 dəqiqə yetişmir, təbii ki, yenə dərs danışdırır, olmur. Bunu nəzərə almalıdır və prosesə başlanıldı buradan sonra. Prosesə başlanıldı, layihələr hazırlandı, pilot layihə olaraq tətbiq edildi bəzi məktəblərdə. Bəzi məktəblərdə tətbiq edildikdən sonra da bu proqramları əlavə olaraq qoydular ART-nin saytına və ictimaiyyətə açıq şəkildə rəy bildirmək üçün fürsət yaratdı. Müəllimlərə, təhsil işçilərinə və s. Təbii ki, çox az rəy olur deyə düşünürəm ki, belə də eşitmişdim. Hətta gəlmir və sonra biz şikayət edirik ki, biz ingilis dili dərsi keçəndə burada bunu yazıblar, amma sən rəy bildirməmisən buna. Sən rəy bildirsən bəlkə dəyişdirərdilər bunu. Müəllimləri prosesin içinə qatdılar, tamam. Daha çox gənc müəllimlər zaten qatılacaq. Yaşlı müəllimlər buna əks reaksiya verir ki, yox olmasın, getsin və s. Gənc müəllimlər prosesin içinə qatmağa çalışırlar və belə davam edir proses. Düşünürəm ki, bunu daha da yaxşılaşdırsaq, bir növ müəllimlərin könlünü alsaq, onları xoşbəxt etməyə çalışsaq, təbii ki, nazirlik olaraq deyirəm bunu, daha fərqli olar deyə düşünürəm. Yəni, bunun icraçısı, bu proqramı icra edən müəllimlərdirsə, biz müəllimlərin könlünü xoş etməliyik, onlara dəstək göstərməliyik ki, biz sizə dəstək göstəririk, təlim lazımdırsa biz sizə təlim edək və ya nə bilim, fəal təlim metodlarını istifadə edirsən, amma elektron lövhən yoxdur. Sənə elektron lövhə verək. Tutaq bugün ucqar rayonlarda, nə bilim, verilişdə, yardımlıda məktəblər çox yaxşı vəziyyətdə deyil, bilirsiniz. Hə, burada amma kurikulum proqramda yazıb ki, sən dərsi elektron lövhə ilə keçməlisən məsələn. Təbii ki, bunu müəllim keçə bilməyəcək. Xatırlayırsınız, amma bu Afrikada bir şəkil var idi. Müəllim Word-ü lövhəyə çəkib göstərir. Müəllim hardasa yol tapıb bunu edər. Bir yerə qədər də. Bir yerə qədər, təbii ki. Yəni qısaca müəllim fəal təlim metodlarını dərs keçən adam deyil əslində. Dərsi şagirdlərə öyrətməyə çalışan, onları nəyi öyrəndiyini öyrənmək istəyən, gələcəyə hazırlayan bu şeirlər, öyrəndiyimiz trigonometriya təbii ki, bizim həyatımızın tənasib hissəsində çox da lazım olmur sahəmizə görə zaten. Amma bəzi şeylər öyrənmək ki, bu bilgi, bu məlumat, bu bacarıq mənə sabah həyatımın hansı hissəsində lazım olacaq. Bunu öyrənmək daha yaxşı olar. Bunu öyrətsək, sabah onlar da daha çox hazırlanmış olarıq, 20-ci əsr bacarıqlarını şagirdlərdə inkişaf etdirmiş olarıq və dövrün tələblərinə uyğun bir vətəndaş yetişdirmiş olarıq əslində.
Buna baxmaq lazımdır. Qısaca düşünürəm ki, Nazirlik müəllimlərlə könüllü xoş etsə, o uçurumu hazır 12 il, 13 il əvvəl yaranmış uçurumu bərpa etsə, daha yaxşı olar deyə düşünürəm mən. Belə onu da bərpa etsə biz 11 illik təhsil müddətini boşuna keçirmiş olmarıq. Belə bir məsələ var burada. Bir müəllimdən belə bir rəy eşitmişdim. Deyir ki, bizim uşaqlar kurikuluma hazır deyil. Deyir ki, mən ora qoyuram məsəl üçün hər hansı bir əşyaları, gəlin uşaq götürüb cibinə qoyulmayam da aparam deyir. Buna mənim özümün əks arqumentim var, amma sizdən eşitmək istəyirəm ki, belə bir deyim var, şagird hazır deyil. Maraqlı sualdır. Məncə nə bilim, Banqladeşdə doğulan, İngiltərədə doğulan, daha inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə doğulan şagirdlər eyni səviyyədədir. İntellekt səviyyələri aşağı deyilsə, xüsusi qayğıya ehtiyacı yoxdursa, bu şagirdlər bərabərdir. Siz bayaq gözəl bir kəlmə dediniz, ağ vərəqdirlər. Biz bu dərsin başında qayda qoyaq ki, belə olacaq, nə bilim, pozanı cibinə atıb evə aparma. Düşünürəm belə ola bilər. Müəyyən qaydalar qoyulsa zaten daha yaxşı olar. Deyir, şərti şunda kəsək, firmanda yabalaşmayaq. Bir məsələ var. Məsuliyyəti başqasının üstünə atmaq məsələsi. Biz nə zaman ki dəyişilmək istəmirik, hər yerdə problem axtarırıq. Yəni bilirəm ki. Məsələn, yaşlı mən kurikulumla bağlı bir təhsil saytlarına müsahibə vermişdim. Gedim Facebookda rəyləri oxuyuram indi. Biri Nazirliyə tənqid edir, keçir məni tənqid edir, o nə bilir, o ağzına gələni danışır və s. Çox şəkildə belə ifadələr var idi. Üstlərinə atmağa çalışırlar ki, bu sistem getməlidir, sistemimizi, təhsil sistemi məhv elədi, bunlar bizim təhsilimizin inkişafını istəmirlər, araya da məni qatdılar, mənim günahım nə idi bilmirəm. Belə. Əslində günahı şagirdlərə atırlar, müəllimə atırlar, gəldi keçdi mənə atdı. Arada mən də getdim. Biz düşünməliyik ki, məndə problem nədir? Mən bu tələblərə cavab vermək üçün nəyi hazırlamalıyam? Əslində Nazirlik bunu başdan öyrətməlidir ki, tamam, sonrakı dövrlərdə artıq gənc müəllimlərə universitetdə kurikulum dərsi tədris edilir. Kurikulumun əsasları deyə bir dərs məsələn mənə tədris edilib və ya tələbələrimdən soruşan tələbələrimə tədris edilib, amma ilk dərsdə magistr tələbələrinə bir diaqnostik qiymətləndirmə apardım. Sizin üçün kurikulum nədir? %90 tələbə təhsil proqramı dedi və dalınca şey dedi, fəal təlim metodları. Yəni mən dərsi yaxşı aparamsa bu kurikulumdur. Kurikulum sistemi. Əslində bir sistem deyil, bir proqramdır, bilirsiniz. Deməli biz şagirdlərə dərs versək belə, bu qədər müəllim, bu qədər tələbə prosesi yanlış anlayıb, kurikulumun nə olduğunu doğru anlamayıb, etimologiyasına çıxmayıb, məzmununun məfhumu bilmir ki, nədir anlayış olaraq və burada səhv ediriksə, bu müəllim sabah magistr oxumursa və ya kurikulumun nə olduğunu bilən bir müəllimi olmursa, buna yol göstərən olmursa, yenə yanlış anlayacaq prosesi. Biz bunu öyrətməliyik ki, müəllimimizə də kurikulum nədir? Əlavə olaraq biz bunu necə istifadə etməliyik? Məqsədimiz nə olmalıdır? Məzmunu necə seçməliyik? Bu məzmuna görə bu təlim metodunu seçə bilərikmi? Uyğundurmu? Bunu 30 dəqiqəyə, 40 dəqiqəyə yerləşdirə biləcəmmi? Və qiymətləndirməni necə aparacam? Qiymətləndirmə etibarlı olacaqmı? Bunu nəzərə almalıyıq orada. Müəllim bunu öyrədərsə daha yaxşı olar, amma bizim kurikulum dərslərində silabuslara baxırdım müzakirə üçün. Bir çox müəllim universitet səviyyəsində, ali təhsil səviyyəsində kurikulumları sadəcə fəal təlim metodları olaraq öyrədir. Yəni kurikulumda bunu keçməlisən. Ziqzaq metodunu öyrədir, nə bilim, problem həll etməklə bağlı bəzi şeylər, beyin həmləsi, sonra keçir formativ, summativ qiymətləndirməni və müzakirə edirdik şagirdlərin, tələbələrlə. Tələbələrə gözəl bir kəlmə dedim mən. Deyirəm ki, bundan öncə onlar necə tətbiq edildiyini öyrətdi sizə. Mən onları analiz edib düşündüm ki, sizə kurikulumu necə hazırlamaq lazımdır, onu öyrədəcəm və bizim rolumuz burada nədir? Müəllim olaraq biz kurikulumu hazırlayırıqsa, onun içində olmalıyıq və tətbiqində necə iştirak etməliyik? Bunu daha çox müzakirə etdik dərslərdə. Bu yöndən getsək daha yaxşı olardı deyə düşünürəm. Mən bir neçə il əvvəl müəllimlərin imtahana hazırlanması üçün istifadə etdiyi bəzi vəsaitlərə baxmışdım. Mənə elə ki, çox böyük bir problemlərdən biri də budur ki, o vəsaitlər birbaşa ingilisdən tərcümə olunub və bir çox terminlər qarşılığı olduğu halda tərcümə olunmayıb. Bu dili bilən biri olaraq mən Azərbaycan dilində onu oxumaq, qavramaq mənə çətin gəlmişdi. O əla sualdır. Mənim də yaralı yerimlərin biridir. İndi dərs tədris edirəm universitetdə. Kurikulumla bağlı dərslərdir. Təbii ki, Azərbaycanda mənbə çox azdır. Dediyim kimi, bundan öncə kurikulumun fəal təlim metodlarını yüzlərlə PDF, kitab, məqalə tapa bilərik, amma hansı modellərlə, məsələn, Tyler'ın kitabını, hansı ki, kurikulumun atası deyək, Tyler'dır. Tyler'ın kitabı Azərbaycanda yoxdur. İngiliscədir, türkcədir və ya başqa hansı bir dildədir. Oturub onu Azərbaycan ilə tərcümə edəndə biz burada hansı sözdən istifadə edəcəyik, sual altında qalır. Akademik dilimizin zəifliyi, deyim, müəllimlərin bir yerə toplaşıb, məsələn, təhsil işçilərinin bir yerə toplaşıb biz nə bilim scaffoldingi nə ilə əvəz edək tutaq və ya
hər hansı başqa bir sözü nə ilə əvəz etsək, bunu dilimizə uyğunlaşdırmış olaraq bunu müzakirə etməliyik, düşünməliyik. Təhsil işçiləri olaraq, müəllimlər olaraq, tələbələr olaraq, təhsil sahəsində çalışanlar, təhsil meneceri olaraq bu görüşlər daha sıx keçsə də daha yaxşı olar. Bir də bizim kurikulumumuzun dində də problemlər var əslində. Tədqiqatçılar deyir ki, biz müəllimə kurikulumu çox sadə dildə verməliyik ki, bunu oxusun, başa düşsün, tətbiq etsin. Təbii ki, anlamadığı şeyi dərsdə tətbiq edə bilərmi? Xeyr. Edə bilməz. Müəllimlər gəlir standart, alt standart, məzmun xətti və s. tutaq. Heç bir şeydə standart yoxdur. Əslində təlim nəticələri də bunlar qısaca. Bunu dəyişib adını qoyublar standart, alt standart. Bunu daha təlim nəticələri yazsaq, daha fərqli yanaşsaq, daha fərqli olar deyə düşünürəm. Baxa bilərik Türkiyədə necədir, dilimiz çox yaxındır. Orta Asiya ölkələrinə baxa bilərik, digər ölkələrdə dillər zaten yaxındır deyə biz bunları müzakirə edə bilərik ki, onlar nə deyir, biz nə deyirik. Məsələn, türklər təlim nəticələrinə qazanım deyir. Qazandıqları əslində məntiqlidir, çox məntiqlidir. Orada təhsil aldığım üçün məsələn düşünürəm ki, baxıram, müqayisə edirəm dilimizlə, akademik dilimizlə, təhsil sahəsindəki olan, təhsildəki olan terminlərlə onlar arasında biz daha rahatlıq üçün termini olduğu kimi saxlayırıq, tərcümə etmirik. Bizim rahatlığımız üçün ona söz tapmaq təbii ki, vaxt tələb edir, düşünməliyik. Bu söz buna uyğundurmu, ingiliscə belədir, türkcə nədir və s. Onlar isə öz milli sözlərini yaratmağa çalışıblar burada və çox yaxşı təşəbbüsdür əslində. Mən də baxdığımız zaman kurikulumla tərcümə etdiyim mənbələrə baxıram. İngiliscə baxırdım, türkcə baxırdım, digər dillərə baxırdım ki, biz bunu hansı formada tərcümə etsək dilimizə oturuşa bilər. Təbii ki, və tələbələr də bu arada deyirdim ki, sizin təklifləriniz də maraqlı olar. Hər dərsdən sonra bunlardan rəy alırdım ki, bu sözün yerinə nə düşünə bilərdim. Mən bunu sual altında qoymuşam. Müzakirə edə bilərik. Nə ola bilər deyə. Biz burada həm akademikdə olaraq, həm müəllimlərə daha sadə çatdırırsaq daha yaxşı olar deyə düşünürəm. Yəni buradan baxanda müəllimin aqressiyasını insan başa düşə bilər. Mən də başa düşmədiyim bir şeyi mənə veriblər, məcburam bunu əzbərləyim, başa düşmədən əzbərləyim və bunun üzərindən gedim, imtahan verim və orada da özüm başa düşmədiyim bir şeyi izah etməyə çalışım. Bu mənə gəlir kütləvi şəkildə insanların bunun aqressiyasını çox rahat bir şəkildə başa düşmək olur, haqlıdırlar buradan götürənlər. Yəni nazirlik 2000-ci illərin əvvəllərində prosesə başlayanda dərslərdən çox nəzarətə yönəldi. Keçirmir dərsi, məcbur keçirməyə çalışdılar. Və müəllimlər də təbii ki, bayaq dedim 20% istəyirdik sonda, 5 il sonra 20% deyir. Və biz yenilik etmək istəyəndə köhnə ilə yeni arasında qaldıq. Müəllim bilmədi nə etsin, çaşbaş düşdü. Necə etsəm daha yaxşı olar, nə edə bilərəm və proses belə davam etdi. Və bu uçurum indi bilirsiniz ki, müəyyən qədər yaxşılaşsa da, amma hələ də davam etməkdədir. Və bir aqressiya var həqiqətən də. Bu kurikulum getməlidir deyə, bu kurikulum getsə təhsilimiz düzələcək, hər şey buna ümid edən müəllimlər hələ də onu deyir, amma artıq biz buna alışmalıyıq. Çünki bu kurikulum getsə, yenə qeyd edirəm, başqa bir kurikulum, başqa bir proqram gələcək. Fərqi yoxdur. İçərisindəki məzmun xəttləri eyni olacaq. Bizim standartlarımız, alt standartlarımız dəyişə bilər bəzən. Yəni ingilis dilində sən yazı, oxuma, danışıq edirsən, dinləmə edirsənsə, yenə də eyni şey olacaq. Çünki bunun fərqli məzmun xətti ola bilməz. Bütün dünyada budur. Standartlara, CFR standartlarına görə də zaten belə deyir. Bunu keçməlisən 11-ci sinifə qədər, B2 səviyyəsinə qədər tələbə şagirdi yüksəltməlisən. Səviyyəsi B2 olmalıdır. Sən standartlara uymalısan və necə edirsən et. Dolayısıyla birbaşa et, sən bura gəlib çıxmalısan B2 səviyyəsinə qədər. Yəni biz bunu etməliyik qısaca. Sistemə ümumi baxanda böyük birdən boşluğu harda görə bilərəm? Burada baxıram ki, metodu gətirən insanlar, belə yeni proqram gətirən insanlar, nazirlik olsun və s. olsun, mediada daha çox bu sistemi tərifləməklə məşğuluq. Komment hissəsində müəllimin səsi orada çıxır. Kommentdə də burada görürsən ki, tamamilə baltalamaqla getməsini çalışırlar ki, bu orta yol tapılsa əslində problem nədir? Bu problemin özü araşdırılsa, dediyimiz kimi dilin, çatdırılma forması, müəllimlərə dəstək və s. olsa, mənə gəlir ki, bu daha yaxşı olar. Çünki burada hər tərəf bir-birini günahlandırır yeri gələndə, amma həll yolu o deyil axı bu tərəfdən. Mənə gəlir ki, başqa bir yaxşı şey dediniz orada, bu tərcümə məsələsi. Tərcümə məsələsinə gələndə elə bilirəm ki, bəs bu kitabı sistemin sizin bayaq dediyiniz kimi bu hər hansı bir akademik və s. tərcümə etməsə, bu sahənin içində olan insanlar yığılıb tərcümə eləsə, onlar öz dillərinə daha rahat uyğunlaşdıra bilərlər sanki. Təbii ki. Toplam olaraq terminlərin bayaq dediyiniz kimi standartdır, alt standartdır. Bunların bizim üçün bir məna ifadə eləməsi lazımdır ki, həmçinin bunu yadda saxlayaq. Mən standart deyəndə ağlıma məsəl üçün dərsdən əlaqəli bir şey gəlmir. Yəni hər cür standart ola bilər. Bunu dərsə uyğunlaşdırıb bayaq dediyim kimi türklər qazanım deyir. Çox yaxşıdır mənə görə. Qazanım düzdür, doğru da. Yəni sonda qazandığı tələbənin nə olacaq? Biz kurikulum olaraq bunu qiymətləndiririk. Əvvəl buna baxmırdıq, deyirik ki, şagird sonda nə əldə etdi? Mənim təlim nəticələrim bunlardır. Tutaq 11-ci sinif ingiliscəsində deyirəm ki, şagird mətni oxuyur, oxuduğunu anlayır və bunu tənqidi mühakimə edir. Məsələn, buna baxıramsa, sonda bunu ölçmək üçün otururam, bununla
test verə bilərəm, açıq sual tipli müzakirə edə bilərəm, müzakirə səsi ola bilər. Burada dəyərləndirə bilərəm ki, həqiqətən də bunu oxuduğunu anlayırmı? Bu da yaxşı məqamda oxuduğunu anlayır ki, bizim Azərbaycan xalqı oxuduğumuzu anlamaqla bağlı Cənab nazir yaxşı qeyd etmişdi. 65% insan dili oxuduğunu anlamır. Əslində çox yaxşı məqamdır. Danışdıqca ağlıma gəldi. Oxuduğumuzu anlamaqda problem var. Deməli biz o qədər şeir əzbərləmişik ki. O qədər şeir əzbərləmişik. Hələ də bir fəxrlə belə şeir əzbərləyirik. Məsələn, Səməd Vurğun Azərbaycan şeirini hər kəs bilməlidir. Mənim savadsız ailəmdən hər hansı bir ali təhsil olmayan qoca nənəm belə Səməd Vurğun Azərbaycan şeirini əzbər bilir məsələn. Məndən də qəşəng bilir. Amma onun içində hər hansı bir cümləni desəm ki, burada nə demək istəyib, şair burada nəyi nəzərdə tutub, heç kim bilməyəcək. Deməli biz oxuduğumuzu anlamaqda problem yaşayırıq. Həqiqətən nazir düz demişdi. Nazir bunu deyəndə deyir ki, PISA nəticələrinə görə 65% şagird, yanılmıramsa 65% idi. Oxuduğunu anlamaqda çətinlik çəkib. Nəticələrimiz oxu hissəsində çox aşağı idi həqiqətən də. Riyaziyyatda biraz ortadır, təbiət fənlərində yenə daha yaxşı idi. Amma oxuduğunu anlama hissəsində oturub mətni məntiqi mühakimə etmək qabiliyyətləri şagirdlərimizin çox zəifdir. Deməli, dil müəllimləri olaraq bunun üstündə işləmək vacibdir deyə düşünürəm. Və vəsaitlərə gəldi, danışdıq vəsaitlər haqqında. Mənə gəlir ki, bu dəqiqə həm təhsil bazarında deyim də, belə açıq bir şəkildə deyim, o qədər kitablar nəşr olunur. Bu həm şagirdlər üçün yüklənmə məsələsidir, həm müəllimlər üçün yüklənmə, qavramama məsələsidir. Bax, sizin dərslərə ümumiyyətlə ümumi fikirləriniz nədir? Əslində təhsil institutu bununla bağlı metodik vəsaitlər çıxardır. Fərqli metodik vəsaitlər var, qiymətləndirmə ilə bağlı, fəal təlim metodları ilə bağlı və ya hər il onsuz da MİQ imtahanında suallar bəlli olur ki, bir çərçivə yaradırlar ki, suallar bu çərçivə daxilində olacaq. Amma nazirlik bu çərçivəyə daxil olacaq suallar üçün vahid bir dərslikmi, vahid bir metodik vəsaitini çıxardırmı? Xeyr. Təbii ki, bunu artıq özlərinə kurikulum təlimçiləri deyən şəxslər, kurslar və onlar hazırlayıb çıxardırlar. Onlar da çıxartdıqları bir çox ilə tanışam, oturub oxuyurdum. Adlarında məsələn bu adamların problemi, kitabların adlarında problemlər var. Kitabın adına kurikulum qoyub adam. Kurikulum deyə yapışdırıb kurikulumu satışa buraxıb, nə bilim 15 manata, 20 manata və s. hər kəs də bunun kitabını alır, oxuyur. Azərbaycanda hər kəs deyir ki, ən yaxşı kurikulumu tədris edən müəllim budur. Bu keçən müəllim də, özünə təlimçi, müəllim, mentor deyən şəxslər də kurikulumu yanlış anlayırsa, kitabın adını bəlkə də satış üçün, bəlkə də elə anladığı üçün kurikulum qoyursa, deməli biz buradan düzəltməliyik. Çünki bu adamların əllərində yüzlərlə, hətta minlərlə müdavim mi deyirlər, məzunlar deyə qısaca, yəni müəllim namizədləri var. Bu müəllim namizədləri onlardan dərs alır, kurikulumun nə olduğunu öyrənməyə çalışır. Onlar da metodları, zaten kitabların içində metodlardır, kurikulum nədən bəhs edir, qanunlardır, qiymətləndirmə hissəsidir və təhsil nəzəriyyələri, təhsil fəlsəfələri qısaca bunlardan bəhs edir. Bunun adını metodika qoysaq daha yaxşı olar. Nəinki kurikulum, çünki kurikulum bir proqramdır, bir sənəddir və dövlət sənədidir, rəsmi sənəddir. Biz bunun kitabın adını kurikulum qoymağımız əslində yanlışdır. Burada müəyyən bir düzəlişlər edilməsi daha yaxşı olar deyə düşünürəm. Belə bir şey var. Mən özüm də təhsilin idarə olunmasını oxumuşam. Hər hansı bir biz təhsil fəlsəfəsindən danışdıqda bayaq bizdə müəllimlərin əksəri mənə gəlir təhsil fəlsəfəsindən xəbəri yoxdur və onları qınadığımdan demirəm bu cümləmi. Onu deyirəm ki, məsəl üçün hər hansı bir deyək ki, praqmatizm və s. bunun öyrənilməsi, əzbərləməsi yox, doğrudan mənimsənilib tətbiqə keçməsi xeyli vaxt alan bir şeydir. Bunu mən bir vərəqə yazıb, onu əzbərlədim. Sənin praqmatizmdən xəbərin oldu, getdin kimisindən olmamalıdır əslində. Burada da mənə gəlir ki, çox böyük bir problem var. Başlayanda da məsələn bir çox ölkələrin kurikulumlarını sahəm olduğu üçün oturub oxuyuram, araşdırıram. Onlara yazılan tənqidi məqalələr, təriflər nədir problem? Məsələn, Türkiyədən nümunə çəkim. Orada ayrıca bir qurum var, proqramın yaradılması ilə bağlı, proqramların tətbiqi, inkişaf etdirilməsi, qiymətləndirilməsi ilə bağlı Nazirlik daxilində, Təhsil Nazirliyi daxilində ayrıca bir qurum var. Öz jurnalları var. Müəllimlərdən, məsələn, onlarda 2023-cü ildə yeni bir model yaradıldı. 100 illərinə Cümhuriyyətin 100 ili olduğu üçün Maarif modeli qoydular adını. Maarif modelində orada bir ortaq bir sənəd yaratdılar. Bütün fənlər üzrə yaratdılar. Orada təbii ki, təhsil pillələri bölünür. Bizim kimi biraz daha fərqli deyil. Bizdə kurikulumlar 5-ci sinifdən 11-ci sinifə qədər davam edirsə, orada hissə-hissə 1-4 ibtidai ayrı, 1-8 ayrı, sonra lisə deyirlər. Bizdə təbii ki, o yoxdur. Onlar da ayrı proqramlar olur. Onlar bütün proqramları birləşdirən ortaq bir mətn yaratdılar. Bir sənəd çıxartdılar ortaya, 100 səhifədən çox bir mətndir. Orada onların məqsədi, fəlsəfəsi, deyir ki, bizim fəlsəfəmiz budur. Bütün fənlərdə sizdən gözləntimiz budur. Bu fəlsəfəyə uyğun olaraq dəyərlərimiz nələrdir?
hansı dəyərləri var, biz şagirdlərimizə hansı dəyərləri öyrətməliyik. Coğrafiya müəllimi də eyni dəyərləri öyrətməlidir, həyat bilgisi müəllimi də, ingilis dili müəllimi də. Buna toxundular. Oradan itirmişik. Çox böyük bir boşluq var isə də. Biz sadəcə Azərbaycana baxanda ortaq bir mətn yoxdur. Azərbaycanda təhsil fəlsəfəsinin hansı olduğunu proqramlarda onu oturub bir-bir oxuyub biz kontent analiz edə bilərik ki, bu uyğun gələ bilərmi? Bəlkə. Bunu soruşmaq lazımdır ki, bu gün proqramları yeniləyirik, düzəldirik. Bunu yaradanlar, hansı ki, dedim ki, xarici şirkətlərin dəstəyi ilə olur bu və ya müəllimlər bunu bilirmi? Bilmir. Düşünürəm ki, bilmir. Ortaq mətn yoxdur. Dəyərlərimiz bəzi yeni proqramlarda baxsaz, dəyərlərlə bağlı müəyyən mövzular var. Məsələn, bizim dəyərlərimiz bunlardır və biz şagirdlərə bunu aşılamağa çalışmalıyıq müəllim olaraq. Bu var, amma hansı fəlsəfədir, hansı fəlsəfədən irəliləyəcəyik və ya hansı yanaşmalar olacaq, bununla bağlı hər hansı bir şey yoxdur. Yəni dağınıq ixtisas sahələr üzrə 5-11-ci sinif əhatə edən bir Azərbaycan dili üçün bir kurikulumdur. Bundan bəhs edir. Bunun yanında biz ali məktəblərə gəlsək, ali məktəbdə məsələn universitet təhsil ixtisasında oxumuşam müəllim olaraq, siz də oxumusunuz. Bu universitetdə bizim keçdiyimiz dərslərdə pedaqogika tədris almışıq da, pedaqogika fənnini, pedaqogika 1-2 idi, 2 dənə, 3 dənə belə dərs almışdıq. Məsələn, gələk onlara baxaq. Onlar içində biz təhsil fəlsəfəsindən tanışmışıqmı? Yox. Orada keçmişik Uşinski, nə bilim Makkarenko, halbuki dünya Harvard Gardnerdən, Vygotskydən, nə bilim kurikulum keçsə Tylerdən və ya fərqli idarəetmə nəzəriyyələrindən, sinifin idarə olunmasına bağlı nəzəriyyələrdən, bunlardan keçdiyi zaman biz 90-cı illərdə qalmış köhnə Sovet sistemində olan Uşinskini, Makkarenkonu hələ də davam edirik keçməyə. Təhsil fəlsəfələrini öyrətmirik, hansı fəal təlim metodlarını istifadə edəcəyik bunu öyrətmirik. Hər kəs deyir ki, müəllim dərsi fəal təlim metodlarını istifadə edərək keçməlidir. Tamam, keçməlidir, amma bunu necə seçməlidir? Məsələn, fonetika dərsi keçir və ya hər hansı bir başqa leksika dərsi keçir. Bu dərsə hansı uyğun gələr? Bunu müzakirə etmişmi tələbələrlə? Etməmişik. Ümumi nəzəriyyə olaraq daha qəşəng keçə bilərik, amma praktik olaraq keçirikmi? Məncə yox. Mən o təhsili görməmişəm, düşünürəm ki, siz də görməmisiniz. Biz bu kitablarımıza deməli yeniləməliyik ki, müəllim təhsil fəlsəfəsini anlasın. Təhsil fəlsəfəsi nədir? Və ya müəllimi qiymətləndirmə ilə bağlı ayrıca dərs keçməliyik. Bakalavr tələbəsinə qiymətləndirmə nədir? Proqramın yaradılması nədir? Kurikulumla bağlı həqiqətən də onun içində fəal təlim metodlarını özündə əks etdirən bir məzmun yox. Biz kurikulum necə yaradılır? Müəllimin rolu burada nədir? Hansı modelləri var? Hansı fəlsəfələr var? Hansı dizayn yanaşmaları var? Sən fən yönümlü davam edəcəksən prosesə? Ancaq sən mi danışacaqsan, tələbə mi qulaq asacaq, şagird mi qulaq asacaq, yoxsa öyrənən yönümlü olacaq, şagird yönümlü olacaq? Şagirdlərin fikirlərini nəzərə alacaqsan, deyəcəksən ki, mənim şagirdim bunu istəyir, mən dərsi buna uyğun dizayn etməliyəm. Artıq müəllimin rolu burada dəyişir. Əvvəl subyekt müəllim idisə, indi müəllim qısaca desək tədris dizayneridir. Yeni bir termin yaradıq Azərbaycan dilində. Dizayn edir dərsi. Bələdçilik edir. Şagirdə öyrətməni öyrədir ki, sən bunu belə öyrənə bilərsən və bunu həyatla necə əlaqələndirə bilərsən və ya problem yönümlü etsək. Tutaq, hər hansı bir məsələn, su problemi var. Bakıda sular kəsilir. Biz bunu həll yolunu məktəblərə gətirsək və ya süni intellектlə bağlı tutaq, etik anlayışları şagirdlərə öyrətsək, problemdir, bunu həll etmək, necə həll edə bilərik? Dərsləri problem based learning, problem yanaşmasından davam etsək daha fərqli olar. Real həyatla əlaqələndiririk, düşündürürük tələbələri və bu tələbələrin həqiqətən də daha yaxşı yadında qalır. Bir müəllim olaraq müəllim düşünməlidir ki, biz dərsi şagirdlərə edərək, yaşadaraq, təcrübə keçirərək öyrətsək, sabah bunun yadından çıxmayacaq. Yox, biz danışsaq, ancaq danışırıq 80 dəqiqə, 40 dəqiqə, 50 dəqiqə başdan ayağa otururam, kitabın da üzünə baxıram, əzbər danışıram hər şeyi. Şagird zaten qulaq asmayacaq. Bu gün tələbədə auditoriyada da mən 80 dəqiqə danışsam, tələbə arxada Instagramda reels izləyəcək. Əminəm, belə olur zaten. Mən yatırdım yəni arxada. Bir çoxumuzda belə olub. Mühazirə deyilən zaman və ya yoldaşlardan soruşuram tələbələrdən, bunu edən müəllimlər çoxdur hələ də. Müəllim nə etməlidir? Artıq prosesi şagirdlərin fikrini almalıdır, onu bir silkələməlidir ki, özünə gəl, dərsə qulaq as, bir sualını soruşmalıdır. Sən dərsi necə görərsən və s. bunu müzakirə etməliyik artıq. Keçən dəfə bir dənə bir podkast izləyirdim Rəsim bəy. Orada belə bir şeydən, süni intellektin irəliləməsindən söhbət gedirdi. Deyir ki, bəs çox təhlükəli bir forma alır və bunu eləyən insanlar bunun nə dərəcə təhlükəli olduğunu bilə-bilə davam edirlər. Və orada dedilər ki, bəs necə eləyək ki, onlar bunu etməsinlər. Bizim kontekstlə belə əlaqələndirirəm ki, biz nəyi etdiyimizi bilirik, niyə etdiyimizi bilmirik. Onun özünə birbaşa bir ucunun toxunduğunu görsə, praktikada və s. Məsələn, orada belə bir cavab vermişdi, xoşuma gəldi. Onun özünə izah olunsa ki, bunun irəliləməsi onun özü üçün niyə zərərdir, o bütün hər şeyi dəyişəcək. Mən ki, biz müəllimlərə nəyi etməli olduğunu deyirik və nəyi etməli olduğunu demirik.
sizin dəyər məsələsini yaxşı istəyirik, yaxşı bir ölkə istəyirik, yaxşı bir dünya istəyirik. Bəli. Funksional belə deyim, ən kobud bir formada başa işləyən vətəndaş istəyirik. Yəni əzbəlik gedib hara göndərdilər, ora yox. Yəni hal-hazırda ölkə olaraq mənə gəlir ki, çox böyük ağır bir dönəmdən keçir, vətəndaşlar üçün ağır bir dönəmdən keçir. Nə mənada mənəvi tərəfdən çöküş gedir. Bunun bir formada bir təhsilə əlaqələndirilməsi, düzgün seçimlərin olunması məsələsi, hal-hazırda dünya dəyişir, bunun insanların daha çox aldadılması və s. və ilə axır. Bunun mənə gəlir ki, həyatlarına nə dərəcədə doğru yön verə biləcəyini öyrətsələr, keçdikləri şeyin. Bu bəlkə də daha sürətli gedər deyə mən düşünürəm. Yəni artıq məsələn Türkiyədə də proqramı da müzakirə edəndə dərslərdə böyük bir xaos yarandı orada. Birazcıq müəllimlərin fikirlərini nəzərə almamışdılar. Müəllim dediyim universitetdəki müəllimləri, professor, müəllim heyətinin. Məsələn, mənim müəllimlərim çox tənqidi yanaşırdı proseslərə. Necə mən bu sahədə 50 ildir çalışıram, 20 ildir, 30 ildir, 40 ildir çalışıram. Bizim fikrimiz nəzərə alınmayıb. Halbuki mən öyrədirəm bunu. Proqramın, kurikulumun ən yaxşı kitabları yazan mənəm, müəllimlərimdir, keçdiyim tələbələr, dərs keçdiyim tələbələrdir və s. Bunlar artıq orada tənqidi yanaşdı prosesə və bu prosesdə proqramı oxuduğumuz zaman dəyərlərə çox önəm verilmişdi. Bundan öncəki proqramlarda bu qədər dəyərlərə yer verilməmişdi. Məsələn, Türkiyədə də, Azərbaycanda da eynən bundan öncə dəyərlərlə bağlı bir şey yox idi, amma artıq maraqlı bir termin var, sosial çürümə. Sosial olaraq, məsələn, bu gün tələbələr tutaq müəllim olmağı seçmir, gedir TikTokda və ya sosial şəbəkələrdə fenomen olub daha çox pul qazana bilirsə və ya nə bilim fərqli yollarla videolar çəkir və s. fərqli sahələrdə artıq deməli tələbə və ya insan şagird düşünür ki, mən daha asan yolla əziyyət çəkməyə, gündə 8 saat, 9-6 işləməyə gərək yoxdur. Gedib bir video çəksəm, 1 milyon izlənsə, oradan daha çox pul qazanıb, reklam edib daha çox pul qazana bilərəm. Nəinki oturum burada podkast çəkim, təhsildən danışım və ya nə bilim kitab yazım, məqalə yazım. Deməli biz burada şagirdlərə dəyərləri aşılamalıyıq ki, dəyərlər bunlardır. Bu yöndə olmalıyıq. Biz sizdən belə bir gözləntimiz var. Belə bir vətəndaş istəyirik Azərbaycan olaraq, təbii ki, Azərbaycan hökuməti olaraq və başqa hər hansı bir hökumət olsun, bu qədər şagirdlərə pul ayrılır. Yəni 1 milyona yaxın şagird var yanılmıramsa, 1 milyondan 2 milyon da hətta desin. Bu 2 milyon şagirdə hər il müəllimlərin maaşları, pulsuz kitablar, pulsuz nə bilim başqa metodik vəsaitlər, dərslər və s. hər biri ayrılır və Təhsil Nazirliyinin də Azərbaycan Respublikasının hökumətinə gözləntisi odur ki, o orada onun bir vətəndaş yetişsin, sabah bunun iqtisadiyyatına təsir göstərə biləcək, gedib ali təhsil alsın və ümumdaxili məhsulu artırsın. Ali təhsil, məsələn, Azərbaycanda ali təhsil səviyyəsi çox aşağıdır əslində. Qafqaz regionuna baxdıqda Azərbaycanda cəmi 13% ali təhsilli insan var. %13 çox aşağı bir faizdir əslində. Çox aşağıdayıq. Ermənistandan, Gürcüstandan əslində aşağıdayıq biz. Biz ətrafımıza baxırıq, deyirəm ki, mənim ətrafımın %90-ı təhsillidir, ali təhsil alıb, amma bu mənim ətrafımda olmur. Kənardan baxdığımızda həqiqətən də çox ali təhsilsiz şəxslər var. Ali təhsil olması da birbaşa ümumdaxili məhsula təsir edir əslində. Ümumdaxili məhsulu artırır. Deməli biz burada inkişaf etdirməliyik. Ali təhsili yönəltməliyik, şagirdləri və ya peşə məktəblərini artırmalıyıq və ya müharibə oldu, müharibədən sonra qazilərə, əllərə və digər veteranlara peşə məktəbləri oxumusa peşə məktəblərinə yönəlsin, sənədləşmə olsun, sertifikat əldə etsin və ya sayda çalışsın. Bunlara baxmalıyıq, dəyərləri önə almalıyıq, süni intellektdən istifadə edirik. Bu gün təhsil sahəsində çalışan mütəxəssislərlə danışanda deyirəm ki, süni intellekt bizim qiymətləndirməmizin obyektivliyinə çox böyük zərər vurub. Məsələn, şagirdə, tələbəyə bir tapşırıq verir, gedir süni intellektdən təqdimat hazırlayır, sıfır əmək, heç bir şey etmir. Süni intellektdə nə bilim hər hansı bir süni intellekt alətindən təqdimat hazırladır, hətta təqdimatda i hərfi var, i yazır. Onu belə dəyişmir, tənbəllik edir, olduğu kimi saxlayır. Heç bir dəyişik etmir. Mən bu tələbəyə hazırlayıbmı? Mən buna 0 yazsam, məsələn, 10 üzərindən, deyəcək ki, yox, sən mənə necə müəllim 0 yazdın, mən hazırlamışam. Deməli, biz öncədən artıq qərarları vermək üçün intellektdən istifadənin etik çərçivəsini müəyyənləşdirməliyik. Müəllim olaraq, məktəbdə dərs keçirəmsə, nazirlik olaraq süni intellektin etik çərçivəsi nədir? Məsələn, bir sənəd olması çox yaxşı olar əslində. Müəllim necə istifadə edə bilər? Şagird buradan hara qədər istifadə edə bilər? Və ya universitetdə məqalə yazırıq, tədqiqatçılar necə istifadə edə bilər? Məqaləni göndərən jurnallar belə məsələn, Scopus-un ayrıca, Scopus bir databazada ayrıca bir AI ilə bağlı, süni intellektlə bağlı bir etik çərçivəsi var ki, bunu istifadə et. Artıq bunu etməliyik. Çünki qiymətləndirməmizi həqiqətən də, məsələn, mən bu gün tələbələrə məqalə verdiyim zaman tapşırıq olaraq, tapşırıqda tələbələr süni intellekt aletindən istifadə edir. Bir qadağa qoymamışam, demişəm istifadə edə bilərsiniz. Öncədən demişdim ki, süni intellektdən sadəcə dəstək olaraq, bir vasitə olaraq düşünün, bir tool, alət olaraq düşünün ki, işinizi asanlaşdırmaq üçün. Məsələn, yazın ki, kurikulumla bağlı bir mənbə araşdırırsınız, hansı mənbələr var? Dəstək al, bax. Amma
yazdıqları zaman artıq dünyada da, Azərbaycanda da, fərqi yoxdur, hər yerdə çox inkişaf edir. Sürətlə inkişaf edir və biz ona çata bilmirik əslində. Onun üçün çabalayırıq. Məsələn, hallusinasiya olan istinadlar ortaya çıxır. Tutaq, mənim elə bir məqaləm yoxdur. ChatGPT mənim elə bir məqaləmi yaradıb. Rasim Məsəlzadə Kurukum əsasları deyə bir məqalə olub. Tutaq. Tələbə buna istinad verib. Amma halbuki belə bir şey yoxdur. Onu belə yoxlamalar. Artıq süni intellektin də etik çərçivəsi olması deyə düşünürəm ki, buna nəzarət etməliyik. OpenAI şirkətinin rəhbəri, icraçı direktoru Sam Altman deyə bir şəxs var, tanıyırsınız yəqin ki. Azərbaycana gəlmişdi yaxınlarda və ona bir sual veriblər ki, bu süni intellekt yaranır, çox dərin inkişaf edir, sürətlə inkişaf edir və qiymətləndirməni artıq şagird qiymətləndirməsini burada necə apara bilərik? Təhsilə yönəlsək. O da maraqlı bir cavab vermişdi. Deyir, artıq biz məsələn məqalə yazdırırıq və ya hər hansı bir task veririk ki, get bunu araşdır. Bunu süni intellektdən yazıb gətirəcək 15 dəqiqə. 15 dəqiqə vaxtını belə almır. 1 dəqiqəyə verir, kopyala, düzəlt. 15 dəqiqə vaxtın alsın, tamam. Artıq burada baxmaq ki, tənqidini, problem həll etməni, emosional bacarıqlarını, sosial emosional bacarıqlarını necə inkişaf etdirir. Ona uyğun bir tasklar, tapşırıqlar verməyimiz daha yaxşı olar tələbələrə, şagirdlərə ki, oradan baxaq. Yoxsa digər tərəfdən baxsaq, şablon şəkildə mən tapşırığı verəcəm, o hazırlayacaq, mən tapşırığı verəcəm, o hazırlayacaq. Sadəcə göndərir, baxıram. Hər şey var, heç nə yoxdur, sıfır. Əslində heç bir məzmun yoxdur, heç bir istinadı yoxdur, nə bilim, ümumi sözlərdir. Amma orada baxdığımız zaman da əslində bunu şagirdlərə, tələbələrə, müəllimlərə aşılamalıyıq ki, o bizi tənbəlləşdirir. Biz ondan vasitəsi kimi yox, bütün işimizi onun üstünə yükləyirik. Bunu belə elə, bunu belə elə, bunu belə elə, bütün gün oturub söhbət edirik. Amma biz ona bir vasitəsi kimi baxmalıyıq, işlərimizi asanlaşdırmaq üçün. Aynen. Rasim bəy, çox sağ olun. Siz də sağ olun. Mənə gəlir ki, o qədər geniş bir mövzu ki, biz burada axşama kimi də oturub onu danışa bilərik. Evet. Mənə gəlir ki, çox maraqlı və önəmli olan məlumatlar verdiniz. Gəldiyinizə görə çox sağ olun. Sağ olun, xoş olduq. İzləyicilərə sözünüz varmı? Deyin gəlsin. Hər gün uğurlar arzulayıram. Müəllimlərimizə Kurukumla dərs keçmək davam eləyin. Şagirdlərin bayaq qeyd etdiyim kimi, düşünürəm ki, şagirdlərin bir ağ vərəq dediniz, bayaq maraqlı yanaşmaydı. Bir ağ vərəq olduğunu nəzərə almalıyıq. Şagirdlər öyrənmirsə biz onu əslində məşğulə çevirdim. Bir ağ vərəq deyirdi, amma ağ vərəq deyirlər, onlar məşğul. O da məşğul da olar. Məzmun etməli hər şey eynidir. Yəni səndən adam olmayacağı yox. Mən səni necə inkişaf etdirə bilərəm? Bu barədə müəllim olaraq düşünməliyik ki, bizim qarşımızdakının biz marağı nədir, nəyi öyrənmək istəyər, onu necə inkişaf etdirmək. Əslində yaratıcılar olacaq adam. Bəli, eynən bunu inkişaf etdirmək düşünürəm ki, müəllimlər etsə daha yaxşı olar. Təşəkkür edirəm Rasim bəy. Və təşəkkür edirəm izlədiyinizə görə. Hələlik.